əzəlilərin bilim qruplaşmasına görə, ağırlıq mərkəzi necə olacağına görə hansı idman növündə uğurlu ola biləcək deyə bir testlər edirlər. İdmançılarda həmişə bir ulduz xəstəliyi var və idmanı qutarandan sonra yenə də o belə deyim, öz pozisiyasını trenddə qorumaq istəyir. Ona görə bəzən eyni bir hekayə də uydura bilirlər. Məşqçi artıq həmin oyunçunu bir neçə həftəlik olsa qurban verməyə belə hazır olur. Məsələn, yenə deyirəm, elə bir idmançılar tanıyıram ki, genetikası o qədər güclüdür ki, adam fikirləşir, bu olmamalıydı axı. Yəni məncə olmamalıydı, amma olur. Bir məna olaraq onu deyə bilərəm ki, komandanın içərisində olan məsələlər mediaya tam fərqli formada gedib çatır. Belə xüsusi tərəzilərdə, həmin tərəzilərdə biz ancaq çəkini yox, çəkinin içini ölçürük. Məsələn, Azərbaycanda elə bir idmançı var ki, biz məcbur zədələnmə riskini azaltmaq üçün günorta yuxusu təyin elədik ona. 2 dəfə məşq verəndə idmançı deyir ki, yordular məni. Bu işin biraz fərqli tərəfidir. Salam dəyərli izləyicilər. Topal podkastının növbəti buraxılışında xoş gördük sizləri. Bildiyiniz kimi, müasir futbolda oyunların sayı artır, təqvim sıxlaşır və bu da təbii olaraq futbolçuların daha çox fiziki yüklə yüklənməsinə gətirib çıxarır. Bəs futbolçuların fiziki sağlamlığı nə vəziyyətdədir? Ümumiyyətlə, oyunların bu qədər artması onların fiziki vəziyyətinə necə təsir göstərir? Bu gün biz bu mövzu ətrafında futbolçuların zədələnməsi, onların bərpa prosesi keçməsi və ümumiyyətlə idman təbabəti barədə danışacağıq və bu müzakirəni tək aparmayacağıq. Bu gün bizim qonağımız var. Qonağımız idman həkimi Fərid Səlimovdur. Fərid bəy, xoş gəlmisiniz. Təşəkkür edirik ki, əvvəlcə dəvətimizi qəbul edib bizimlə bu podkastda iştirak edirsiniz. Əvvəlcə istəyirəm ondan başlayım ki, məsələn, bir xəbər çıxır, klub ya məlumat yayır, mediada yayılır ki, məsələn, X bir futbolçu 3 həftəlik sıradan çıxdı və yaxud 4 həftə olmayacaq, 3 ay olmayacaq. Yəni bilmək istəyərdik ki, ən birinci vacib olan bu ilk olaraq futbolcu hansı tibbi proseslərdən keçir, yəni bu zədə ilə bağlı və o təqvim o vaxt futbolçuya necə təyin olunur? Hər vaxtınız xeyir, salamlayıram hamını. Eyni zamanda tamaşaçılara da təşəkkür dəvətiniz üçün çox sağ olasınız. Biz təşəkkür edirik. Orada belə bir məsələ var ki, hansı toxumanın zədələnməsi çox vacibdir. Məsəl üçün əzələ toxumasıdırsa və hansı dərəcədə zədələnməsindən asılı olaraq orada 1 həftə, 2 həftə, 1 ay ola bilər və bəzən də daha da çox ola bilər. Eyni zamanda bu sümük toxumadsa uzun ola bilər, bağlarsa uzun ola bilər. Yəni zədələnmənin hansı toxumada olması o proqnoz dediyimiz vaxta təsir edir və biz ona əsasən bir proqnoz veririk. Amma təbii ki, yəqin ki, ola bilər də, məsələn, həkim bir vaxt təyin edir, amma bu vaxtdan uzun da ola bilər məsafə və yaxud tez də sağala bilər futbolçu. Yəqin ki, hər futbolçuya görə dəyişir bu vəziyyət. Bəli, dəyişir. Ona görə orada ağıllı həkimlər həmişə orada zor götürür. bir həftə, 3 gün kimi əlavə vaxtlar deyirik. Tez olsa nə gözəl, işimiz daha tez qutardı. Yəni, bir də məsələn, bu işin biraz fərqli tərəfidir. Bir də məsələn, maraqlı tərəfi odur ki, məsələn, futbolçu bəzən görürük də bu şeylər ki, məsələn, futbolçu zədələnib, amma deyir ki, mən özümü hazır hiss edirəm, oyuna çıxa bilərəm. Yəni orada qərarı əsas kim verir? Həkim, məşqçi, yoxsa futbolçu özü qərar verib çıxıb oynaya bilər yəni? Bir məna olaraq komandada baş verən hər bir şeyin qərarını baş məşqçi verir. Biz sadəcə tibbi departament və ya tibbi qol olaraq ona dəstək veririk. Məşqçi soruşur ki, məsələn, okey, tibbi baxımdan nə kimi ziyanlar ola bilər, nə kimi problemlər ola bilər, biz onları sadalayırıq. İdmançı deyir ki, yox, mən çıxıb oynaya bilərəm. Və burada idmançının öz bədənini hiss eləməsi də çox vacibdir. Mənim də praktikamda da olub. Real protokollara görə bu adam çıxıb oynamalı deyildi. Amma Real çıxdı, oynadı və komandanı da xilas elədi. Və ona görə də burada son söz həmişə baş məşqçinindir və idmançının özünü necə hiss edir, bunu da nəzərə alırıq. Zədə prosesi dövründə, məsələn, dövründə yox, elə zədə meydançasında məsələn oyunçu zədələnib, həkimlər yaxınlaşır, baxır və o qərara gəlir ki, məşqçiyə kənardan bildirirlər ki, yəni bunun zədəsi ciddidir də, əvəzlənməlidir. Lakin o oyunçu oynamaq istədiyini bildirəndə buna məşqçinin və həkimlərin müdaxiləsi nə dərəcədə, yəni doğru olar sizcə? Çünki oyunçu psixoloji olaraq döyüşmək istəyir. Yadınıza gəlir, yəqin ki, o kadrları görmüsünüz, 2000-ci ildə Galatasaray ilə Arsenalın Süper Kubokun finalında Bülent Korkmazın çiyini çıxır. Normalda bilirik ki, çiyini çıxıbsa, yəni o insan ayaq üstə durması belə olduqca çətin məsələdir. Adam qolunu sardır və meydana çıxır, döyüşür, komandası Süper Kuboku götürür. Elə ən yaxın belə deyək, zamanı götürək, çox keçmişə getməyək. Elvin Cəfərquliyevin Qasıqdakı zədəsini götürək. Burada kimlə qarşılaşırdı? Zədələndi, çıxdı kənara. Hamı elə bildi ki, artıq əvəzlənəcək. Lakin kənardan bildirdi ki, adam, yəni mən oynamaq istəyirəm. Asist elədi, Dinamo Kiyevlə oyunda və asist elədi, Kaşuk ikinci qolu vurdu və hesabda önə keçdilər növbəti mərhələdə. Yəni oyunçunun psixoloji vəziyyəti yaxşıdırsa əgər, zədə riski nə qədər böyük olursa olsun,
onu oyundan kənarlaşdırmaq yenə də lazımdırmı yoxsa yox? Baxın belə deyim. Hər hansı bir idman komandası bu komanda işidir. Və orada məşqçi bir menecment rolunu oynayır. Eyni zamanda həkim də müəyyən menecment edir və məşqçi, həkim bütün staffın və oyunçuların psixologiyasını da bilməlidir. Və hansı zədəni nə dərəcədə qoruyaraq davam edə bilər, bunu da bilməlidir. Elə bir situasiya ola bilər ki, çox böyük bir zədədir və idmançı deyir ki, çıxıb oynaya bilmirəm. Onda artıq həkim müdaxilə eləyir, çəkir qırağa. Yox, görürsən ki, böyük bir zədədir, əzələnin konkret qopmasını hiss edirsən, amma idmançı deyir ki, yox, oynamaq istəyirəm. Bu, belə deyim, komandanın adına da, şərəfinə də problem yaradacaq, onda məşqçiyə bir fərqli məlumat veririk. Yox, görür ki, zədə yüngüldür və ya idmançı deyir ki, mən yox, oynamaq istəyirəm, döyüşmək istəyirəm, bundan sonra 1 ay, 2 ay müalicə alım, amma indi çıxıb oynayım. Amma məncə, yəni o həkimin və məşqçinin qərarı daha çox oyunçu əgər dediyim kimi öz döyüşmək istəyirsə, nə qədər ciddi olursa olsun, o mərhələ məsələsi var da. Məsəl üçün tutaq ki, Qarabağ və yaxud da X bir komanda play-offdadır və qrupa düşmək üçün belə deyə son şansıdır. Bu da onun əsas oyunçusudur. Məncə orada məşqçi artıq həmin oyunçunu bir neçə həftəlik də olsa qurban verməyə belə hazır olur. Yəqin ki, bu məqamlarla özləri rastlaşır. Bilirsiniz, baxın belə bir şey deyim. Oyunun içi və ya komandanın içi elədir ki, o çox dinamikdir. Yəni standart oturub işləmək kimi deyil. O standart işə getdim, gəldim deyil. Elə bilin ki, bir serial çəkilir, hər gün bir seriya çıxır. Hər gün nəsə bir fərqli bir şey çıxır və anında qərar vermək lazımdır. O anda qərar vermək üçün də həm komandanı yaxşı tanımaq lazımdır, həm əlimdə yaxşı inventar olmalıdır, həm də ki, öz həkim olaraq pozisiyamı da elə qorumalıyam ki, həm idmançını yaxşı anlaya bilim. İdmançı da mənim sözümə eşitsin, məşqçi də mənim sözümə eşitsin. Kim izah edirəm, nə edirəm. Və orada onu deyirəm, yəni anında elə bir qərar vermək lazımdır ki, ola bilsin ki, bundan sonra bəlkə də 1 il oynamayacaq. Bəlkə karyerasının sonudur. Bəli. Amma məşqçi həm də idmançını tanıyır ki, bu oyunu çıxardacaq. Kim izah edirəm, nə edir. Ona görə də pozisiyanı qoruyub saxlamaq çox çətindir. Psixologiyanı da bilmək lazımdır ki, ona psixoloji dəstək də verəsən və tibb tərəfindən də dəstəyi onsuz da verməlisən ki, çıxsın komandanı da qorusun, bayrağı qaldırsın. Zita Məzərə, sən dediyinə aid maraqlı bir fakt deyim, bəlkə də izləyicilərimiz də bu barədə məlumat olacaq. 2013-cü ildə Bavariya ilə Borussia Dortmund Çempionlar Liqası finalında oynayırdı. Blaşkovski var idi, Polşalı futbolçu Borussia Dortmund. Yəni o finaldan sonra açıqlamışdılar ki, Blaşkovskinin həmin finalda ayağı sınıb və hardasa 82-ci dəqiqədən 95-ə 13 dəqiqəlik, 13 dəqiqəlik bir metodda ayağı sınıq vəziyyətdə. İndi təbii ki, belə açıq sınıq olmayıb, indi həkimimiz daha yaxşı bilər. Belə sərt sınıq olmayıb, amma sınıb yenə də ayaq. Ondan sonra araşdırıblar ki, əslində həkim bu barədə məlumat verib baş məşqçiyə. Sadəcə baş məşqçi deyib ki, oynaya bilər, deyib ki, hə, yəni 10 dəqiqə çıxarda bilər, 10 dəqiqə. Deyib onda futbolçunun özünə məlumat verməyin ki, ayağı sınıb. Futbolçu bunu bilmədən, yəni o motivasiya ilə final oyunu, Çempionlar Liqası finalında oynamışdı yəni o müddəti. Yəni məsələn, maraqlıdır, həm də ki, orada bir məsələ də var ki, bəzən məşqçilər çıxır açıqlama verir ki, məsələn bu futbolçu çox mübariz futbolçudur, o zədəli olsa da iynələr vuruldu, ona ağrı kəsicilər vuruldu və mübarizə aparmağı seçdi və qalxdı bizə bu vacib oyunda kömək elədi. Yəni sizin indi həkim olaraq bu ağrı kəsicilər futbolçuya nə qədər təsir edir? Yəni təbii ki, oynaya bilir, oyunu çıxarda bilir, amma sonradan bu futbolçuya geriyə salırmı o zədəsini, daha ağır vəziyyətə salırmı, yoxsa yəni düzgün qərardırmı belə bir qərar vermək? Baxın belə bir şey deyim, komandada həkim olmaq o çox çətin bir prosesdir. Nəyə görə? Çünki İşin həm etik tərəfi var. Bayaq dediyiniz kimi, məsələn, normal vəziyyətdə insan öz bədəninə aid hər bir şeyi bilməlidir. Bu onun haqqıdır. Və deontologiya da tələb eləyir ki, onu izah eləyək. Etika da bunu tələb eləyir. İdmanda bu biraz çətin ola bilər və bunun balansını saxlamaq lazımdır. Bunun balansını necə saxlaya bilirik? Həm komandanı yaxşı öyrənməyimizlə, həm də komandaya yaxşı adaptasiya etməyimizlə. Bir mənalı olaraq iynə və ya hər hansı bir ağrı kəsici vurulub oynamağı mən tərəfdarı deyiləm. Baxın belə bir şey deyim də. Legionerlərdə sevdiyim xüsusiyyətlərdən biri odur ki, yüngül ağrısı olanda dayanır. Oturur, gəlir, dayanır dediyimdə, yəni fəaliyyətini dayandırmır. Gəlir həkimə deyir ki, mənim yüngül ağrım oldu. Bizimkilərdə biraz fərqlidir. Həmişə istəyir ki, davam eləsin falan. Bu özünü göstərmək baxımından yaxşıdır, xarakter baxımından yaxşıdır, amma sabahları ciddi fəsadlar yarada bilər. Ona görə məsləhətim də odur ki, sayənizdə buradan da çıxış edirəm ki, hər hansı bir narahatçılıq varsa, mütləq komandanın həkiminə müraciət etmək lazımdır. Komandanın həkimi artıq dəyərləndirəndən sonra bəlli olacaq ki, bu ciddidir və ya qabaqda hansı fəsadlar olacaq və ya indidən işini görsün ki, sabah fəsad olmasın, idmançı da döyüşündən qalmasın. Elə eyni zamanda istəyərdim, bax, bu barədə danışdıq, yaxşı mövzuya toxundunuz. İndi təəssüflər olsun ki, xəbərləri də gördük bir müddət əvvəl.
düzdür mini futbol olsa da, yəni həvəskar futbol olsa da bir gəncimiz vəfat elədi. Allah rəhmət eləsin ona. Allah rəhmət eləsin. Yəni istəyərdim elə siz bu mövzu ilə bağlı həm də izləyicilərimizə məsləhət görərsiniz ki, məsələn futbol oynayırlar. Bizim ölkəmizdə xalqımızın futbola marağı çoxdur, amma dediyimiz kimi əfsuslar olsun ki, ümumiyyətlə xalq olaraq biz hamımız həkimə o qədər də meyilli deyilik. Yəni son anda həkimə getməyə tərəfdarıyıq. Əvvəlcədən problemimiz olanda həkimə müraciət eləmirik. Yəni siz də istəyərdim bir müraciət eləyəsiniz ki, yəni bu futbol oynamamışdan qabaq hansı yoxlamalardan keçsinlər, həkimə müraciət eləsinlər. Yəni bu barədə danışmağınızı istəyərdim. Təşəkkür edirəm. Çox gözəl bir mövzuya toxundunuz. Demək, hər hansı bir aktivlik eyni zamanda futbolda ürək döyüntülərinin artmasına gətirib çıxardır. Ürək döyüntülərinin artması o demək ki, ürək artıq gücdə işləyir. Güc altında işləyir və güc altında işləyəndə hər hansı bir anadan gəlmə və ya sonradan qazanılmış bir patologiya varsa, bu özünü büruzə verə bilər. Ona görə normalda biz həmişə məsləhət görürük ki, hansısa bir aktivliyə başlamazdan əvvəl kardioloji check-updan keçirilsin və kardioloji check-updan mütləq stres testi olsun. Stres test nədir? Mən deyək ki, sadə oturmuşam, gedirəm, normal düşündüyümüz nədir? Echo, EKG, həkim müayinəsi. Ürəyim sakit haldır. Mənim nəyimə lazımdır echo, EKG? Mənə lazımdır ki, ürək döyüntülərimi qaldırım, onda baxım görüm ki, mənim ürəyimdə problem yaranır yoxsa yox. Çünki mən aktivlikdə məşğul olanda ürək döyüntülərim qalxacaq. Ona görə də kardioloji check-upları məsləhət görürəm aktivliyə başlamazdan əvvəl. Bir, mütləq içərisində stres test də olsun. Bu Azərbaycan reallığındadır. Dünyada bunu hətta VO2max-la eləyirlər. Orada dözümlülük falan da ölçülür. Bəs fərqlidir. Fərqli gedir o tərəfdə işlər. Yəni öz sağlamlığımızın qeydinə qalmalıyıq ki, sabahları bir problem olmasın. Və ürək döyünməsi, qəfləti ürək dayanması, üzr istəyirəm. Qəfləti ürək dayanması son zamanlar cavanlaşıb. Təəssüf ki, cavanlaşıb. Bu böyük bir bəladır artıq. Yəqin mənlə razılaşarsınız ki, o cavanlaşan ölüm faktı eyni zamanda bu yaşlı meydanlarda da tez-tez müşahidə olunmağa başlayıb. İstəyir dünyada, istəyir Muradın qeyd elədiyi məsələ və ölüm faktından əlavə oyunçuların meydanda huşunu itirməsi proseslərini tez-tez izləyirik. Musialanın son 3-4 gün ərzində 2 dəfə meydanda yıxılması məsələsi, ondan qabaq Eriksen 2 dəfə keçirdiyi o böyük faciələr var idi və ondan da qabaq başqa faktlar var. Bəs bu belə deyək də son dönəmlər xüsusilə son 4-5 il ərzində istəyir Afrika ölkələrinin çempionatlarında olsun, istəyir Avropada olsun, bu cür faktların artmasının səbəbi nədir? Yəni bunu demək olarmı ki, son dönəm müasir futbolda bir qədər oyunçuların daha çox yüklənməsi məşqçilər tərəfindən və bunun bir eyni zamanda həkimlərlə, klub, komanda həkimlərindən belə deyək də o gücü, fiziki yüklənmənin məsləhətləşməmiş belə deyək də nəticəsi, ağır nəticəsi adlandırmaq olar bunu? Baxın belə bir şey deyim. Normalda idmançı hər hansı bir komandada götürüləndə transfer olunandan əvvəl mütləq onu tibbi müayinədən keçirilməlidir. Və tibbi müayinədən keçiriləndə orada müəyyən bir problemlər tapıla da bilir, tapıla da bilmir. Diqqət eləmirsə Nərimanın Axundzayda yeni transfer olunanda xəbər çıxmış ki, tibbi müayinəsi gözlənilir. Bəli. Və tibbi müayinədən sonra normalda qərar verilməlidir ki, bu adama nə qədər ödəniş olunmalıdır. Niyə? Çünki orada əlavə müalicə xərcləri də var axı. Bəli, çünki həm də bilinmir ki, tibbi müayinədə bunun nəticəsi nə çıxacaq. Eynən. Normalda bunlardan keçirilməlidir və bunlardan keçiriləndən sonra onun müəyyən testlər də olunur, əlavə testlər fiziki göstəricilərinə görə və o göstəricilərinə görə etap yüklənməsi gedir. Bu həmişə olurmu? Yox. Bunun olması bizi 100% sığorta edirmi? Yox. Heç kəs heç nədən sığortalanmır. Təəssüf ki, ola bilər bəzi məsələlər. Bunun da əsas səbəbi sonradan bayaq dediyim kimi, sonradan gəlmiş yox, sonradan qazanılmış ürək qüsuru. Məşqçi yüklənməsinin təsiri varmı? Var. Biz saxlaya bilərikmi? Yox. Çünki dünya idmanı artıq, nəinki futbol, bütün idman dinamikaya keçib və artıq real olaraq fiziki bədənin göstərə biləcəyi maksimum göstəricilərdən daha üstünü veririk. Fikrimizi izah edirəm nə edirəm? Çünki tələbat budur. O tibbi müayinə dediniz. Özünüz bir neçə klubda çalışmısınız, tibbi müayinə, yeni transferlən tibbi müayinə və yaxud da yeni mövsümdə müqavilə sərhədə qalan oyunçuların bilirik ki, yenidən tibbi müayinədən keçirlər. O tibbi müayinə prosesi zamanı belə də qarşılaşdığınız maraqlı bir fakt olmuş. Məsəl üçün, həqiqətən də bir həkim kimi sizi təcrübələndim ki, bu idmançıda və yaxud da bu oyunçuda bu göstəricilər belə gözləmirdik də, yəni. Əlbəttə, bildiyiniz kimi peşəkar idman sağlamlıq deyil. Peşəkar idman mütləq ki, travmadır. Adam gəlir, dizinə baxırıq, çanağına baxırıq və ya digər nahiyələrinə baxırıq ki, normalda bu çanaq yeriməli deyil. Normalda bu çanaq performans göstərməli deyil. Amma həmin adam sezon müddətində zədəsiz, həmin dizlə, həmin
problemlərlə performansını da göstərir, qələbələr də qazanır, adımızı da yuxarı qaldırır. Yəni əslində meydana çıxmalı deyil də, evdə yatmalıdır bu. Yəni idmançı kimi fəaliyyət göstərməli deyil. Eynən bunu normal bir xəstəxanaya aparsaq, göstərsək deyəcəklər ki, gips qoyaq, əməliyyat edək falan belə bir şey. Amma reallıqda onu biz fərqli formalarda bir dəstəyimiz də olur öz yerində və burada ən vacib məsələ genetikadır. Məsələn, yenə deyirəm, elə bir idmançılar tanıyıram ki, genetikası o qədər güclüdür ki, yəni adam fikirləşir, bu olmamalıydı axı. Yəni məncə olmamalıydı, amma olur. Ya elə o məsələyə də Var toxunmaq istəyirdim ki, məsələn, olurmu ki, sizdə də qruplar deyirlər ki, məsələn, futbolda belə bir şey var, amma Afrika qitəsindən olan futbolçuların çoxusu ciyərləri böyük olur deyə və fiziki quruluşları daha belə, sümükləri daha möhkəm olur deyə, onlar daha dözümlü. Yəni bu mifdir, yoxsa reallıqdır ki, yəni həqiqətən də Muradın qeyd etdiyi olan ciyərləri böyük olur. Yəni həkimlərin belə qruplaşdırdığı varmı məsələn deyim də, yəni bu Şimalda Norveç, İsveç, Danimarka, Finlandiyadan gələn futbolçularda bu cür olur fiziki quruluş və onlar da bu formada yanaşmaq lazımdır. Yaxud Azərbaycanlı futbolçulara bir cür, yaxud başqa millətdən olan belə bir anlayış, belə bir qruplaşma Bəli, var. Dünyada da var belə bir şey. Adi bir misal deyim sizə. Diqqət eləmisinizmi? Qara dərili üzgüçü yoxdur birinci yer tutan. Hə, görmürəm, düz Maraqlı deyirsiniz. fakt. İndi dediniz, indi yandı məndə də işıq amma hə. Və ya ağ dərili qaçışda, qısa məsafə qaçışlarında demək olar. var. Ramil Quliyev Bizim Azərbaycanlı. Azərbaycan, Fenerbahçe. Ramil Quliyev Azərbaycanlı, bəli. Statistik olaraq daha çox qaçanlar və qısa məsafələrdə qaçanlar qara dərilidirlər. Hə, bunun da səbəbi nədir? Onların boyu daha fərqli olduğu üçün, əzələ quruluşları daha fərqli olduğu üçün, fərqli dediyim də yəni biləm daha əzələlidir, doğuşdan əzələlidir. Onların ağırlıq mərkəzi fərqli olur. Və ağırlıq mərkəzinin fərqli olması da onu hər hansı bir idman növündə əlavə üstünlük verir. Hə bu dopinq sayılırmı? Yox. Çünki bu quruluşu belədir bunun. Bəli. Kimi izah edirəm, nə edirəm? Və dünyada artıq məsələn elə valideynlər var ki, deyir ki, oğlum və ya qızım idmançı olsun. Və əvvəlcədən onda olan əzələlərin bilim qruplaşmasına görə, ağırlıq mərkəzi necə olacağına görə hansı idman növündə uğurlu ola biləcək deyə bir testlər edirlər. Var yəni o test. Var elə Azərbaycanda testlər. var məsələn. Azərbaycanda yoxdur, dünyada var. Etibarlıdırmı? Yox. Hə, etibarlı deyil. Amma ən azından testdən keçirdib müəyyən bir fikir sahibi ola bilərlər məsələn sayəsində ki, yəni uşağım hansı idmana daha yaxın ola bilər. Çox maraqlı yanaşma ilə təşkil Məncə elə bizdə bəllidir. Azərbaycan genetikası daha çox güləş, döyüş növlərinə Yox, daha bu çox. biz belə deyim, stereotipdir deyə düşünürəm. Çünki mən özüm çox isti bir yerdənəm, amma haqqı ilə məşğul olmuşam. Və çox da xoşuma gəlmişdi yəni. Yox, xoşunuza gəlir başqa, amma uğurlu ola bilərmi, o bilməzmi? Axı onu hər dəfə indi deyə bilmirik. Niyə? Çünki əgər biz ona bir şərait yaratsaq, onda bəlkə parlaya bildik. Yəni başqa bir şey deyək. Azərbaycan millisi, Azərbaycan milli və ya da klub səviyyəsində biz klub səviyyəsində son dövrlər başlamışıq da Qarabağda müəyyən nəticələr verməyə. Müəyyən nəticələr son dövrlər başlamışıq. Demək olarmı ki, milli səviyyəsində amma bizim böyük bir uğurumuz yoxdur. Demək olar ki, Azərbaycanlıların genetikası futbola görə deyil. Qətiyyən elə şey düşünmürəm bilməyənə olaraq. Niyə? Çünki ən vacib məsələ məndən yaşda da böyük və praktikası da böyük olan məşqçilərimizlə dediyi kimi uşaq futboludur. Bizim uşaq futbolumuz çox da keyfiyyətli deyil. Təəssüf ki, özüm də akademiyalarda işləmişəm və normalda orada müəyyən bir testlər edilməlidir və yəqin ki, sizlər də razılaşırsınız ki, hər yaş qrupunun özünün bir işləniləcək proqramı var. Təbii, söz. Amma indi klublarda necə gedir? Hərfdən başlayırsan, sözlər və Amma indi klublarda, akademiyalarda necə gedir o məsələ? İçərisində olmuşam deyə onu rahat deyə bilərəm. Nəticə ver. Nəticə ver deyəndə ona görə U10, U11, U12 vur qabağa oynayır. Bəli. O elə olmalı deyil. Amma əslində dünya praktikasında məsələn belə bir anlayış var ki, bizə 11-12 yaşların, 15 yaşların kubok qazanmağı vacib deyil. Bizə onların inkişafı vacibdir ki, bunlar əsas komandaya gəlib çıxdıqdan sonra artıq uğuru nəticəni orada fikirləşərik. Məsələn, mən Ajax üzr istəyirəm, sözünüzü kəsmiş olmayım. Ajax məktəbinin məsələn strukturunu oxumuşdum ki, əsas komanda hansı cür yanaşırsa, necə professional yanaşır futbola, U9-a qədər, 9 yaşlara qədər eyni sistem gedir. Yəni onlara da eyni taktika, futbolçu eyni cür yanaşırlar. Amma onların da uşaqlar böyük bir məsuliyyət qoymurlar üzərinə, mütləq kubok qazanmalısan, mütləq çempion olmalısan. Sadəcə onlar uşaqlar elə psixolojida formalaşdırır. Yəni sən əsas komanda üçün hazırlanırsan. Sırf əsas komanda. Yəni onu dedim var dünya, bəli, dünya praktikasında çox var. Mövzudan bəs fərqlidir. Məşqçinin sahəsinə girir. Mənim işim deyil. Məşqçinin işinə heç vaxt qarışmıram. Amma ümumi fikir olaraq uşaq futbolunun olmaması təəssüf ki, genetikanın yoxdur deyə fikir formalaşır, qətiyyən elə deyil.
Elə onda mən sizin sahə ilə bağlı sual verim. Məsələn, Varan var da, Real Madridin fransız müdafiəçi. O məsələn bildirirdi ki, mən karyeramda çox böyük bir səhv eləmişəm. Hava toplarına çox kəllə ilə çox oynamışam topla və bu məndə elə bir travma yaratdı ki, sonradan mən qorxdum və mənim karyeram bununla da sən bilirsən, təhəmməz siz də nə qədər izləmisiniz, sən də bilmirəm. Yəni adamın karyerası Real Madriddə yüksəlişə getdi, Çempionlar Liqası qalib oldu, dünya çempionu olsa, birdən-birə adam belə yəni çox kəskin şəkildə belə düşdü yəni. Manchester transfer oldu. Özü də bildirir ki, mən artıq o qədər qorxurdum ki, əslində sağalmışdım, amma topa kəllə vurmağa qorxurdum ki, yenə eyni travma ala bilərəm, yenə eyni zədən ala bilərəm və bu yaxınlarda məsələn Varan açıqladı ki, mən ümumiyyətlə bütün klublara, bütün ölkələrin akademiyalarına təkliflər göndərirəm ki, futbolçular 15 yaşına çatana qədər hava topu mübarizəsinə girməsinlər, yəni kəllə vurmasınlar və bu yaxınlarda da maraqlı bir özüm sadəcə təsadüfən qarşıma çıxdı. Bu izləyicilər də məsləhət görürəm. Ted Lasso adlı, yəni futbol sevənlərə Ted Lasso adlı bir serial var, maraqlı serialdır, futbola aiddir. İngiltərədə bir klub seçiblər və orada klub məşqçisi, həkim, psixoloq, hər şeydən danışırlar. Və orada maraqlı bir məqam var. Aşağı yaşlara məşq seçən komanda bildirir. Orada bir cümlə kimi bildirir ki, onların hava topuna çıxmağa icazəsi yoxdur. Yəni 12 yaşlı qızlar da futbol oynayırlar. Yəni onların kəllə vurmağa icazəsi yoxdur. Sizdən də bu barədə soruşmaq istəyirdim ki, doğrudan da yəni hava topu, kəllə beyinə o qədər ciddidir. Çünki o mən bilən Varan beyin sarsıntısı keçirmişdi və bundan sonra artıq qorxmağa başlamışdı. Bir məna olaraq onu deyə bilərəm ki, komandanın içərisində olan məsələlər mediaya tam fərqli formada yansıdır. Mən də müəyyən media portallarında oturub filan kəs zədələndi deyə oxuyuram. Hansı ki, filan kəsi tanıyıram, o situasiyanın içərisindəyəm və görürəm orada bəzədilmiş fərqli formada və terminologiya düzgün olmayan formada təqdim olunur. Bu loru dil kimi deyək və idman bu bir məsələ. Ki, media düzgün yayılmır onsuz məsələ, real olaraq yayılmır. Bir. İkinci məsələ, idmançılarda həmişə bir ulduz xəstəliyi var və idmanı qutarandan sonra yenə də o belə deyim, öz pozisiyasını trenddə qorumaq istəyir. Ona görə bəzən eyni bir hekayə də uydura bilirlər, hekayə də deyə bilirlər, belə bir şey də var. Bu da ola bilir variant. Qaldı sizin məsələyə. Təsir eləyirmi? Bəli, təsiri var. Təsiri çoxdurmu? Düşünürəm yox. Niyə? Çünki bu dəqiqə hər hansı bir elmi araşdırma mənim xatırladığıma görə yoxdur bunun üzərində gedən. Reqbidə var idi belə elmi araşdırma, bəli var idi və elmi araşdırmalar da paralel nəyin üzərindən aparılır ki, sağlamlığı qoruyub qorumaq harda təsirini göstərir? Hakimlərdə. Fikir verirsiniz, hakimlərin atdığı addımların hamısının arxasında böyük bir elmi araşdırma dayanır. Və əgər və FIFA eyni zamanda UEFA da bunun üzərində çox böyük bir elmi araşdırmalar edirlər. Məsələn, son gördükləri ən böyük işlər qadın futbolu üzərindədir. Yəni daha çox trenddə bu da qadın futboludur. Və hava toplarının başda hər hansı bir ciddi təsirləri yaranırdısa, onu bir elmi araşdırma apara bilərdilər. Bu dəqiqə üçün yoxdur. Ona görə konkret bir söz deyə bilmərəm ki, həqiqətən top zərbələri başa təsir göstərib, yoxsa yox. Reqbidə varmı? Var. Futbolda hələ ki belə bir elmi araşdırma yoxdur. Bəs yəni çox üzr istəyirəm. Sual ona görə bir açıq saxlayıram onu. Mənim bildiyim 3 variantı deyirəm. Siz ümumiyyətlə yəni həkim olaraq təbii biz başa düşürük ki, elmi yanaşırsınız. Yəni siz bu barədə bir məsələ olmalıdır ki, danışasınız. Amma yəni ümumi belə orada hər hansı bir fakt olmadan yəni nəsə bilmək çətindir. Bəs bu oyunçuların ən çox zədələnməsi məsələsində sizcə yəni həlledici faktor nədir? Məsələn, çox mütəxəssislər deyirlər ki, bunu onların yaşadıkları həyat tərzi, qidalanması, yuxu məsələsi, yuxu rejimi, yəni ön plandadır. Siz bu məsələyə nə dərəcədə razısınız? Həqiqətənmi həyat tərzi o zədələnməyə təsir edə bilər? Çünki mən misal üçün elə cavab verməmişdim o vaxt deyim. Biz tanıyırıq hamımız Interdə, məsəl üçün İtaliyanın Interində Adriano var idi. Elə Balotelli'nin özünü götürək. Yəni mənim ağlıma gəlmir ki, bu futbolçular nə varsa ciddi bir zədə yaşayıblar da, amma onların da hamımız bilir ki, həyat tərzi bu adam gecə oyundan çıxıb gecə klubuna gedən, əyləncəli, nizamsız futbolçular olublar. Amma onların belə ciddi bir zədə aldığını da heç vaxt eşitməmişəm də. Yəni bu nə dərəcədə doğru, real bir fakt məsələdir. Tam fikrimi deməyəcəm. Ümumi belə deyim ki, genetika burada çox vacibdir. Genetika, bütün kodlaşdırmamız genetikanın üzərindədir. Və eyni adama eyni şeyi verirsən, eyni yeməyi verirsən, performans məşqləri falan hamısını eyni verirsən, nəticəsi fərqli olur, çünki orada genetika var. Ona görə idmanda bilirsiniz necədir, standart bir şey yoxdur. Deyə bilmərək ki, bunu tətbiq eləməlisən və bununla da nəticə əldə edəcəksən. Bu mümkün deyil. Nəticələrində zədələnmənin hamısının qarşısında böyük bir dənə genetika yazılmalıdır, belə başa düşdüm. Həqiqətən çox həlledici məsələdir. Orada da necə məsələ var? Genetikanı da çox zorlamaq da olmaz.
Çünki mən genetikanı çox zorlayandan sonra mən öz rezervimdən deyirəm. Sabahları problem yaşadacağam. Fikrimi izah edirəm, nə edirəm. Məsələn, Azərbaycanın elə bir idmançı var ki, biz məcbur zədələnmə riskini azaltmaq üçün günorta yuxusu təyin elədik ona. Sırf günorta yuxusu. Gecə yuxusu da keyfiyyətli. Çox maraqlı təbii kimdir? Yox. Yəqin ki, o başa Aslanmasın. Başa düşürük ya. Məsələn, onu günorta yuxusu əlavə elədik. Çünki o rezervini artıq yavaş-yavaş yeyirdi və yaşı da artdıqca bildiyiniz kimi hər dəfə yaş artdıqca bərpa prosesi çətin gedir. Və ona görə də bərpaya daha çox diqqət ayırmaq lazımdır. Elə yaş məsələsinə toxunmuş ki, məsələn biz görürük futbolçular normalda indi məsələn Cristiano Ronaldo çıxmaq şərti ilə, Messi kimi futbolçular çıxmaq şərti ilə indi ona da toxunarıq o məsələyə. Məsələn biz görürük ki, normalda futbolda 34-35 yaş artıq demək olar ki, pensiya yaşı sayılır da, yəni deyirik ki, amma oradan da 34-35 yaş gəncdir də, yəni belə də böyük bir yaş deyil. Bunun əsas səbəbi nədir ki, futbolçu o yaşa çatanda artıq demək olar ki, yəni futbol sualımı belə qoyum ki, yəni futbolçuların bədəni daha tez qocalır, yəni bu o yaşa çatanda. Sadəcə fiziki olaraq müasir tələblərə cavab verə bilmir. Çünki orada təməl məsələ prosesinin tənzimlənməsindən asılıdır yəqin. Yox, düzgün məşq məsələsi deyil. Bilirsiz, təməl məsələsidir. Məsəl üçün o Ajax-ın akademiyasından danışdınız. Orada təməldən müəyyən bir göstəricilər üçün təməl qoyulur və ona hazırlıq gedir. Bəli. Əgər bu hazırlığı keçibsə və o göstəricilər misal üçün son 5 ilin misal üçün deyirəm də 5 ilin tələblərinə uyğun gəlirsə, həmin adam nəticə verəcək. Yox, uyğun gəlmirsə boş-boş nəticə çəkildi. Yəni orada şey məsələsidir. Dinamikaya tab gətirə biləcək yoxsa yox. Məsələn başqa bir misal deyim. Gimnastikada artıq səhv etmirəmsə 18-17 yaşında artıq bunlar veteran çox tez bitirirlər Kay. Yəni məsələn 22 yaşdan yuxarı demək olar ki, gimnastik görmək olmur hə. Təbii ki. Maraqlıdır. Dediyiniz o məsələlər ki var, o futbolçular əməl eləsə onlara, o proseslərə futbolçu yaşını 36 öyrəşdiyimiz 35-dən neçəyə kimi qaldırmaq olar məsəl üçün? O futbolçunun karyerasını sonlandırma məsələsini. Konkret bir söz deyə bilmək olmur. Çünki zədəyə təsir edən amillərin sayı həddindən artıq çoxdur. Psixolojidən tutmuş, hər hansı bir zədədən tutmuş, hələ zədə də orada iki cürdür. Var direct zədə, yəni kimsə gəldi vurdu, var indirect. Yüklənmədən olan bir zədə. Deyək ki, məşqçinin yüklənməsindən ya Azərbaycan reallığı təəssüf ki, ot örtüyünün tez-tez dəyişilməsi, süni örtük, ot örtüyü, bunlar hamısı bunlar hamısı yüklənmədir və bədən bir yerə qədər rezervuarından, yəni ehtiyatından yeyir, xərcləyir. Və yaş artdıqca bayaq dediyim kimi, orada bərpaya daha çox diqqət ayırmaq lazımdır. Və deyək ki, bərpaya da diqqət ayırdıq, orada artıq yüklənmənin balansını da saxlamaq lazımdır. Onu da saxladım. Amma mövcud tələblərə cavab verə bilmədi. Bir. İkinci, cəhdliyi itdi. İkimiz izah edirəm, nə edirəm? 3. Mental olaraq performansı düşdü aşağı. Psixoloji olaraq hazır hiss eləmir və ya bezi artıq. Yəni təsir edən faktorlar çoxdur orada. Məsələn, Ronaldo-nu götürək deyirəm, onu soruşma. Məsələn, 42 yaşı var və dünya çempionatında iştirak elədi. Yenə davam eləmək istəyir karyerasını. Məsələn, arada bir xəbər oxuyuruq ki, Ronaldo-nun 42 yaşı var, amma məsələn bədən yaşı 25-dir, 24-dür. Yəni bu nə qədər realdır bu məlumat? Eynən. O bədən yaşına biz metabolik yaş deyirik. Metabolik yaş nədir? Belə xüsusi tərəzilərdə, həmin tərəzilərdə biz ancaq çəkini yox, çəkinin içini ölçürük. Məsəl üçün mən 84 kiloyam. 84 kilonun nə qədər hissəsi sümükdən, sudan, yağ, protein, əzələ də bölünür orada da iki yerə. Var skelet əzələsi, məşq eləyib artıra biləcəyim. Var daxili əzələlər, hansı ki mədə, ürək, mədəni də yemək yeyib artıra biləcəyim. Fikrimizi bilirəm. Onların hamısının balansını saxlamaq lazımdır. Və insan nə qədər sağlamdırsa, öz real standart götürdüyümüz çəkiyə yaxındırsa, pi nə qədər azdırsa və sıfır deyil, azdırsa deyirəm. Orada da özünün xüsusi göstəriciləri var. Ona əsasən təyin eləmək olur ki, bu adamın metabolik yaşı nə qədərdir. Məsəl üçün mənim özümün Azərbaycan test elədiyim idmançı var ki, real yaşı 33 idi. Metabolik yaşı 17 çıxmışdı. 17. Həqiqətən maraqlı. Yəni belə futbolçularımız var maşallah. Şey qoyaq qırağa nədir? Oyunçunun yaşını qoyaq qırağa, onun psixoloji durumunu qoyaq. Buna ən bariz fakt məsəl üçün elə Messini götürək. Bu yaxınlarda atası rəhmətə getdi onun. Getdi atasını dəfn elədi. Adam gəldi çıxdı təzədən yenə çempionatda, baxırıq ki, yenə qol vurub. Ümumiyyətlə Messi arada adam inanmaq istəyir ki, həqiqətən də Messi yad planetidir, elə Ronaldoya da aiddir. Bu məsələn mənim yadıma gəlir ki, Messi 2011 yoxsa 10-cu ildə Uju Favesi var idi Atletico Madriddə. Messinin ayağını qırmışdı.
Yəni birbaşa sanki o cərimə zərbəsini izləyicilərimiz açıb izləyə bilərlər YouTube-da. Müdaxilə elədi ki, yəni sanki ayağını qırmağı planlamışdı elə bil. Və bildirdilər ki, Messi artıq sezonu bağladı. Bizdə təxminən oktyabr, noyabr bu ərəfələrdir. Yəni artıq bu sezonun axırına qədər Messi oynaya bilməyəcək. Amma hardasa mart ayı yoxsa aprel ayı idi. Yəni hardasa 4-5 aydan sonra Messi o zədədən geri qayıtdı və meydana çıxdı, yenə başladı qollarını vurmağa. Məsələn, mənə maraqlıdır ki, bu da onun genetikasına bağlıdır, yoxsa o qədər nizam-intizamlıdır ki, yəni həkimlərin dediyinə o qədər ciddi riayət edir ki, bu onun sağalma prosesini tezləşdirir. Muradın sözünün davamı olaraq biz bilirik ki, Messi yəni körpəliyindən xəstəliyi olan, xəstəliyi olmuş bir sümük əriməsi falan deyirlər. Yəni bütün bunlara rəğmən Muradın qeyd etdiyi bu genetikaya gəlir, söykənir yenə də, yoxsa bu futbolçunun nizamı, intizamı, yəni həkimlərin dediyinə qeyd-şərtsiz əməl eləməyin nəticəsində gəlib belə tez sağala Hər ikisi deyərdim. Niyə hər ikisi deyirəm? Çünki genetikanın hesabına yara daha tez sağala bilir və ya əzmi var, özünü qoruyur, plus xarakteri də var dedim, yəni pozitiv xarakteri var deyə deyilənləri yerinə yetirir, disiplinası var. Bu işin bir tərəfidir. Digər tərəfi də orada əziyyət çəkən böyük bir tip komandasıdır. Çünki orada tək, məsələn, Azərbaycandakı bir aparat qoşdum, oturdum, gözlədim, deyil. Evet. Orada gün ərzində nə qədər proses gedir və ya başqa bir şey var, işin professionallığı. Azərbaycanda təəssüf ki, belədir. 2 dəfə məşq verəndə idmançı deyir ki, yoruldum, yordular məni falan belə bir şey. Elə deyil. Əgər mən qərar vermişəm ki, bu ayaqlarımla, bu beynimlə top qazanacağam, yəni qazanc əldə edəcəm, həyatımı quracağam, mən onun üçün professional yanaşmalıyam artıq. Onda gündə bir neçə dəfə fizioterapiyanın olması, bir neçə dəfə məşqlərin olunması, tam top səviyyədə fizioterapevtik aparatların istifadə olunması, inyeksiyaların istifadə olunması, bunlar hamısı çox vacib detallardır və müalicə müddətini daha tez bitməsinə kömək eləyir. Eyni zamanda psixologiyası. Bəli, yəni bu ümumiyyətlə o futbolçulardan, yəni çox danışmaq istəmirəm, amma onların doğrudan da çox arzu eləyərdim ki, nəinki Azərbaycanda, bütün dünyadakı futbolçular məhz onların dəstək xəttini götürsün, onların yanaşmasını futbola, onların bu qədər professionallığı götürsələr, çox həqiqətən də yaxşı, keyfiyyətli, maraqlı futbol oynayan futbolçular çıxar meydana. Məsələn, Ronaldo özümüzdə bilirik, adam öz açıqlama vermişdi ki, müsabiqəsində mənim yuxuya qədər məşqçim var. Yəni yuxu məşqi. Adamın yatmağı üçün vaxt təyin edir. Sən bu saatda yatacaqsan, bu gün bu saatda oynayacaqsan. İndi həkimimiz də dedi ki, məsələn bu gün 3 məşq eləmisən, bu qədər yata bilərsən, bunu yeyə bilərsən. Qida məşqçisi var. Yəni adam bu qədər professional yanaşıb ki, onun nəticəsində yəni bu yerlərə gəlib çıxıb, heç nə yəni təsadüfən olmur. Bu qədər əziyyət çəkmək lazımdır. Bu ki, onun da bəhrəsini görə bilərsən. Mənim bir məsələ elə həkim bayaqdan biz müxtəlif genetikalarda, məsələn bir komandada tutaq ki, 25-26 futbolçu var. Özləri razılaşırsınız ki, yəni hərənin özünə uyğun genetikası var da, fərqlidir. Eyni məşq edirlər, biri zədələnir, digəri isə çox rahatdır. Bəs bu tez-tez sürətli zədələnmələrə və yaxud da ki, eyni zamanda meydansada oyunçunun itirməsinə, digər problemlərə, ölüm faktlarına görə sizcə məşqçilərə bu məşq prosesi ilə bağlı hər hansı bir limit, hər hansı bir belə deyək də beynəlxalq standartlara uyğun bir şey verilməlidirmi? Yəni qayda qanun məhdudlaşdırma da biraz. Çünki bu ölüm faktları, digər ağır zədələr oyunçuların karyerasını vaxtından əvvəl bitirməsinə gətirib çıxarır. Baxın, orada iki başlı məsələdir. Niyə iki başlı məsələdir? Biri var, göz görə-görə zədəyə aparır. Onda müəyyən bir akademiyalarda məsəl üçün koordinatorlar var. Onlar müdaxilə eləyib işləri qururlar. Bir də var ki, idman sahəsi elədir ki, idman həkimliyi də o formadadır. Standart bir şeylər demək olar yoxdur. Və burada özünün yaradıcılığı məsələsi var. Necə idmançıların özünün yaradıcılığı məsələsi, həkimin də, məşqçinin də özünün bir fəlsəfəsi var. Məsələn, deyir, mən bu fəlsəfə ilə gedirəm və orada heç kəs o fəlsəfəni dəyişə bilməz. Və fikir verirsiniz, hamı özünü bir cür ifadə edir. Rəssam rəsm çəkir, bəstəkar musiqi bəstələyir və idmanda olan insanlarda o formada məşqçi məsələn öz fəlsəfəsi ilə özünü tapır, özünü sübut edir. İdmançı o fəlsəfəyə uyğunlaşa bilirsə, deyək ki, özünü tapır və gedir başqa bir fəlsəfəyə uyğunlaşır. Fikrimi izah edirəm, nə edirəm? Klub rəhbərliyi nəticə istəyir. Gətirir filan məşqçini qoyur məşqçi. Mən nəticə verir. Məşqçi deyir məndən nəticə istəyirsənsə, filan mənim sistemimə uyğun gələn futbolçular bunlardır. Bunları transfer edir. O da həmin oyunçuları əl altına yığır və onları həmin məşq prosesindən belə deyək də necə lazımdır yorur da. Yəni ona görə də heç kim qınaya bilməz mənə görə də. Əlbəttə. Bir də istəyərdim ondan danışaq. Yəni çünki dünyada buna
bağlı etirazlar dəhşət dərəcədə çoxdur. İndi bildiyiniz kimi bu FIFA, UEFA yeni qərarlar verir, oyun sayları artırılır. Məsələn, futbolçuların da çoxu bundan şikayət edir. Məşqçilər ki, bizim zədələrimiz artır, zədə riskimiz artır. Yəni elə bir sezon ərzində futbolçu var ki, məsələn 70-80 sayda oyuna çıxır. Yəni bu da onun üçün təbii ki, çox ağır keçir. İndi düzdür, FIFA, UEFA-nın da açıqlamaları var ki, oyunçular əgər bu qədər çox maaş istəyirdilərsə, klublar transferdə bu qədər çox pul tələb edirlərsə və bu qədər pulun da boş yerdən gəlmədiyini bilməlidirlər və başa düşməlidirlər ki, bunun üçün oynamalıdırlar. Yəni oyun sayı da artacaq, qrafikdə sıxlaşacaq. İstəyirdim elə son olaraq ondan danışaq ki, yəni bu sizin buna yanaşmanız necədir? Yəni bu oyun sayının bu qədər artması, bu qrafikin sıx olması sizcə oyunçuların daha çox zədələnməyinə, daha çox sıradan çıxmasına, yəni onların ümumiyyətlə performansını aşağı düşməyinə təsir göstərirmi? Baxın belə deyim, tələb və tələbat məsələsidir. Tələb olunur, tələbat yaratmalıyıq. Və ya tələbat var, tələb yaratmalıyıq. Bu mexanizmdir. Əgər bunu tələb eləyirlərsə, biz onu verməliyik. Niyə? Çünki idman sahəsi elədir ki, mümkün olmayan bir şeylər yoxdur idmanda. Yəni biz düşünürük ki, mümkün olmayan ümumiyyətlə heç bir şey yoxdur. Sadəcə düzgün olmayan yol var. Və çox vaxt mediada da falan başqa bir yerlərdə də oturub nəticəyə əsasən mühakimə eləyirik. Əvvəlcədən oturub mühakimə eləmək çox çətin olur. Uğurlu da olur, uğursuz da olur. Yəni artırsa məşqlərin sayı və ya oyunların sayı, bir zəhmət yüklənməni o formada eləmək lazımdır ki, adaptasiya prosesi düzgün getsin. Fikrimi izah edirəm. Yəni mənim öz yanaşmam budur. Artır nə gözəl. Çünki idman nə üçündür? Və ya çəkilən gözəl bir rəsm əsəri nə üçündür? Baxıb tamaşa edib həzz almaq üçün. Hamısı əslində tamaşaçılar üçündür. Bəli. Və o tələbata da biz çatdırmalıyıq özümüzü. Mənim düşüncəm budur. Əlavə edəcəyim bir şey yoxsa Təhməz? Təşəkkür edirəm sizə Fərid bəy. Mən təşəkkür edirəm. Çox maraqlı bir müzakirə oldu. Mənim üçün də çox xoş oldu. Çox sağ olun. Görünməyən tərəflərindən danışdıq. Yəni doğrudan da məsələn biz izləyirik meydanda, futbola baxırıq, futbol görürük Təhməz, amma məsələn biz baxırıq ki, məsələn bunu biz burada yəni bir neçə nəfərləri qonaq eləmişik və hərdən də söhbət edəndə doğrudan fikirləşirik ki, bu biz məsələn sadəcə 90 dəqiqə yaxud 120 dəqiqə meydanda olan görürük, amma bunun arxasında o qədər böyük bir işlər dayanır ki, o qədər çətin bir prosedurdur ki, yəni 11 nəfərin 22 nəfərin deyək meydana çıxmaq üçün, yəni bir ordu çalışır deyə bilərəm ki. Təşəkkür edirəm sizə də, işlərinizdə uğurlar arzulayıram. Bizim Oxaz sayt adından sizə kiçik bir hədiyyəmiz var. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olasınız. Siz sağ olun. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun, minnətdaram. Belələ dəyərli izləyicilər, bu gün biz podkastımızda futbolun görünməyən tərəflərindən, zədələrdən, futbolçuların psixoloji vəziyyətindən, onların sağalmalarından, fiziki vəziyyətindən danışdıq. Siz də öz fikirlərinizi şərhlərdə bildirin. Sizə də bir sualımız var. Sizin də xatırladığınız elə bir futbolçu varmı ki, o çəkdiyi aldığı zədəyə görə demək olar ki, karyerasını bitirib. Bu barədə fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videonu bəyənin və paylaşın. Top artıq sizdədir.